Bir aydan artıq mən presdə qaldım. Bantezmdə. Burada mənim başıma meşoğlu saldırılar apardılar. Orada məni döydülər. Gündə 4 dəfə 5 dəfə. Sən hərbiçi deyilsən, hərbiyə... Xeyr, kənd sakiniyəm. Kənd sakiniyəm mən. Marukşavan kənd sakiniyəm. Özümün bir balaca mağazim də Stalavum vardı. Yəni mənim hərbiçilərlə heç bir ünsiyyətim yox idi. Gecə saat neçədir bilmirəm, başıma meşo keçirdilər, qolumu bağladılar, atdılar bir maşın. Elə gördüm ki, elə bir girin ki, üzür istəyən bir küçük turlayıblar, maşın içində aparlar, qazel düşdü. Qolum bağlı, qıçam bağlı, başımda da meşo. Bir də apardılar ki, yadımdan çıxıb neçə saat keçərəm bilmirəm. Saldılar orada məni bantizmlə nədir, maskalların otağına. Orada məni bağladılar bir otağa. Gecə qaldım orada, səhər tezdən qara günüm başladı. Bir gündə insan 4 dəfə, 5 dəfə döyülər. Baxın, mənim başım burasında vurub patinka ilə partladıblar. Mən 2 gün deyil özümə gəlmişəm. Məndə qalxır beyin daxil təzyiq bilmirəm, nədirsə bilmirəm. Burnumdan qan açılandan sonra özümə gəlirəm. Başımda var, boynum burasında bu da varımdır. Bax, lazım olsa bir göstərə də bilərəm. Deyək, 5 il keçib üstündən. Baxın, qıçalarıma baxın, görün nə gündədir. Baxın. Baxın, toka verməkdən, döyülməkdən, şey eləməkdən. Bu biri qıçam da 12 mindir. Baxın. Deyək, bax, izləri bilinir. Allahın altında işıq bir şey görəsiniz. Deyək, qolumda da qandalın izləri var. Döydülər, öldürdülər. Mənim qavrıqalarımda bu dəqiqə. Deyək, mən türmədən gələndən sonra gedim, mən Bakıda İstanbul Plazada, Met Plazada həkimdən müalicə olmuşam. İndi imkanım yoxdur, ağırlar məni öldür. Bantizmdə nə oldu sonra? Məni döyürdülər, hər gün döyürdülər məni. Ki, sən deyən ki, mən vətən xaniyəm. Ay, deyədim, valla mən vətən xani deyirəm. Mənim atam şəhid olub, şəhiddə Kazım, amma əmim şəhiddir. Tərtər şəhiddə kitabında var. Atambəy harada şəhid olub? Atam da Tərtərdə, kolxozun fermasının üstündə olub, o Sovet hökumətinin vaxtında da, bu Sovet hökumətinin ferma dağılmamışdan qabaq. Ona kağız vermədilər şəhiddə, amma əmim aldı. Tərtər şəhiddə kitabında var. Mənim bantizmdə deyirlər ki, dedim, mən vətən xaniyəm. Dedim, məndən vətən xani olub. Orada bir iş yaparan vardı. Hündürboy, bilmirəm, izmaniyəsi nə idi, şeylə gəlirdi. Mən də çünki maskada olurdum, başıma meşo keçib deyirlər. O denənirdi ki, bəs belə. Mən erməni, deyirəm, vallahi mən erməni iş görməmişim, heç işləməmişim. Bəs bu, sən indi bayaqlar deyir, o uşaqları necə sənin üzünə qoydular? Onlar da gəldə məsuliyyət qarşısında qalıb. Bəli, ora gəlirəm də. Sonra mən evimə xəbər veriblər ki, güya ki, məni öldürüblər, Bozdaq deyilir, nə deyirlər, orada meyidimi tulluyublar. Sonra müstəntiq vardı Bakıda, hərbi idi, bilmədim, mülk idi. Bir dənə hündürboy ağ paltardadır, paratın kimi şey. Polkovnik idi o da. Gəlirdi, ondan izahat edirdi ki, mənim oğlum da həmən vaxtda sərhəd xidmətində, Xaçmazlı Xudat denədir o tərəfdə, Qubakusar tərəfdə. Sərhəd xidmətində əsgərdir. Meyidi göstərdim, sən də mənim oğlumun başını qoymuşdur orada. Dedim, oğlumu güllələmişik. Ailəmi güllələmişik. Dünya alt üst oldu. Özümü öldürmək istədim. 2 dəfə mənim bantizmdə mənim yanım var orada. Əgər o kamera durursa, çəkiflərsə durur orada. 2 dəfə özümü öldürmək istədim. Asmaq istədim prası ilə özümü imkan vermədilər. Bir gündə 4 dəfə, 5 dəfə döyürdülər, toka verirdilər. Sonra Novruzov, Bəhruzda Kərimov müqəddiri gətdilər. Dedi, sən boyda qalmırsan, amma bunlar deyir ki, budur. Onlar gələndə bizi saldıra bir otağa. Dedim, mən kişisən, aprel döyüşündə. Yeməyi mən pişitdirib sizə yollurdum. Posta yollurdum ki, vayrimiz acından ölməsin. Niyə yalan danışırsınız? Göydə Allah var, sizə at verirəm Allaha dedim, belə də dedim. Düzünü boynunuza. Deyəndə qayıt dedi ki, bizə deyirlər ki, Müzəffərin üzünə dirək. Deyir, mən işləmişik. Mən tank satana oxşuyuram. Niyə yoxlamırdılar o vaxtda? Hər bir nazir ki, görə bu tank yerində niyə olsa yox. Mən traktor sürməyən adam. Tankı necə sürə bilərəm? Tankı necə sürə bilərəm? Orada onların üst açılanısı, onları götdülər, apardılar, təzələnizə məni götdülər. Onlar nə vəziyyətdə? Onlar pis vəziyyətdə idilər. Qeybdəndir. Onlar pis vəziyyətdə idilər, mən də pis vəziyyətdə idim. Bütün bədənim yaraydı. Onlar heç vapşə necə deyim, hesab. Bəhruzun deyəsən qıçı qırılmışdı, nəyəcə bilmirəm. O qədər döymüşdülər ki, mən də onlardan pis döyülmüşdüm. Daha ki, mənim yaralarımı yeni göstərirəm. Bir gündə insan 4 dəfə, 5 dəfə döyürlər. Maskallar tanıya bilmirsən kimdir? Təpiyin ucunda oynadırdılar. Ağrıyıram. Allaha and olsun, mənim bu dəqiqə işləmə qabiliyyətim yoxdur. Bir dənə kubika qaldıra bilmirəm mən. Bir kubika qaldıra bilmirəm mən. Çünki mənim o qədər döymüşdülər ki, mən bir həftə bantizm, bir həftə 15 gün mən elə bantizmdə ağzımdan qan gəldi. Nətər döymüşdülərsə məni. Və bu uşaqlarla sənin üzləşmə
Müqəddimlə, Bəhruzla. Bəli, ondan sonra Onlar hardaydı? O üzləşmə harda keçir? bantizm padvalında rəisi də nədir belə bir iki zal kimi şey vardı. Orada üzləşdirdilər. Sonra saldılar bizi bir otağa. Orada otaqda söhbət açılandan sonra ki, bunlar kimsə örgədir ki, mənim üzümə dirənsinlər. Onlar töküldülər, gəldilər. Bunu mənim yanımdan apardılar. Mən də apardılar, saldılar otağa. Ondan sonra bilmədim. Sonra mən apardılar bir dəfə də bu hərbi nazirin adı nədir? Müdafiə nazirimizin. Zakir Həsənovun yanında. Başıma meşaq apardılar. Dedi ki, bəs belə. Dedim, cənab nazir, belə də dedim. Dedim, Allaha and olsun mənim heç nədən xəbərim yoxdur. Bunlar məni döyüb öldürürlər. Deyirlər ki... Sənə bu dediyim nazir dediyim o Zakir Həsənovun yanına hara apardılar? O hansı binadır? Onun idarəsi idi, bilmirəm, nə idi, ofisi idi. Bəli. Nə bildin ki o Zakir? Orada maddədəki səni müdafiə nazirindən görüşdürür. Ha, deyən ki, mən erməni işləmişəm. Dedim, mən işləməmişəm. Dedi, sən bizə deyən erməni işləmişəm, sən açıb bıraxacaq. Mən də orada getdim, gözə ajından ölürəm. 7 gün mən bantezimdə ac qalmışam. Susuz qalmışam mən orada. Üzünü istəyirəm, tualetin şeyindən su içirdim mən. Ondan sonra da dedilər ki, Zakir Həsənov. Sonra da gözlədik, böyük bir zal vardı. Dedilər ki, bax, məni aparanda qayıt dedi ki, bantezm işçiləridir, maskallar. Dedi, orada dedin ki, mən erməni işləmişəm. Dedim, işləməmişəm, mən nətər deyim ki, işləmişəm. Dedim, onda gələn məni öldürün burada dedim. Əgər mən işləmişim, məni güllələyin dedim. Araşdırın. Mənə qayıtaq ki, sənin Şveysariya bankında 50.000 evron var. Dedim, 50.000 olan Markşavan erməni evində olar. Dedim, 50.000 pulu olanı dedim, Markşavanda erməni evində olar. Zakir Həsənovla görüşdürdülər məni. Başımda meşoq vardı. Meşoğu başımdan çıxartdım, Zakir Həsənov dedi ki, sən 3 dənə sual verəcəm, düzün dedi. Dedim, oldu. Dedi, erməni işləmişsin, dedim, xeyr. Dedi, mən belə dedim, cənab nazir, Allah and olsun məni döyürlər. Bax, dedim, burada gətirəndə mənə qayıtdılar ki, sən nazirə belə deyilən. Əgər mən işləmişimsə, məni burada öldürtdürüm. O da qayıt dedi ki, bunun heç nə yoxdur. O kağız vardı, protokollarda bilmirəm, nə idi, başım çıxmadı. Onu götürdü, qoydu, qırağım bölünədə biri vardı, onu tanımadım. Ona qayıtdı ki, heç bir erməni işləyən oxşamır, dedi. Bunu aparın, qaytarı çıxsın, geçsin. Təzəndə gətirdilər məni bir də bantizmə, qara günün bir də başda ki, sən niyə nazirə sözü dedim. Ondan da sonra Ramil Yusubovla Zakir Qarovla görüşdürdülər. Daxili İşlər Naziri. Daxili İşlər Nazirinə, bəli, baş prokurorluqla. Bəli, onlarla mən otaqda oturmuşam, qolumda qandal, qılçımda qandal. Ayrı-ayrı görüşdün onlar. İkisi bir otaqdaydı, yox. Bəli, apardılar oraya sonra. Dedi ki, sən belə, dedim, cənab nazir, Allaha and olsun mənim eşitdə xəbər. Mənim də dedim, bunlar məni öldürürlər ki, belə dedim, bu banditlər məni öldürür ki, deyirəm, mən vətənxanıyam. Mənə deyirlər ki, oğlumu güllələmişik, oğlum sərhəd xidmətindədir. Dedi, balam, narahat olma, nə oğlun güllənər? Dedim, mənim yoldaşım da deyirlər, gülləliyirlər, gör, mənim evimi yandırırlar. Mən orada pis vəziyyətdəydim. Başına zaten nəsə örtüksə? Bəli, meşaq vardı, meşağa çatmışdılar. Bu bayaq dedin, nəsə tüklərini zaten... Başımı tükünə kimi yolmuşdular, qaşıma kimi yolmuşdular, qulağımı dartıb cırmışdılar, qulaqlarım ikisində. Dartıb cırmışdılar, tük basmışdı, qan, elə iyi baş qan basır. Təzədən orada nazirimiz... Bir dəqiqə, sən bu vəziyyətdə getdin o Nazir Ramil Yusubovla, prokuror Zakir Qarovla bu vəziyyətdə. Bəli. Bu iyili, qanlı vəziyyətdə, xəstəlikli vəziyyətdə. Demədilər bu nə vəziyyətdə bu? Heç nə də demədilər. Heç nə də demədilər. Mən orada dedim ki, cənab nazir, Allah hamd olsun mən erməni işləm. Mənim koftam cırıq-cırıq idi, əlimdə işləm yox idi. Orada bir polkovnik idi, nədir, bantizmi, bir göy kofta vermiş. O koftanı özümlə barabar gətirmişəm türmədən sonra, yadigar kimi. Kofta durur evdə həmən ki. O mənə getdi ki, ala bu koftanı giy. Cırıq-cırıq, mənim əlimdə işləm qalmamışdı. Bana bir dənə koftanı o bantizmdə bir dənəsi verdim ha. Nə oldu Ramil Yusubovla? Ramil Yusubovla, bəli, onunla görüşəndən sonra qayıt dedi ki, buna adboy verin. Bunu nə döyürsünüz, aparın salın hamama, bunu çimizdirin. İyindən dedi, biz burada duramadıq otaqda, bunu iyindən, qoxundan. Dedi, aparın bunu hamamda salın, çimizdirin, çimsin, üzünü başını qırsın. Səhər dedi, bilmirəm, vilayət, bilmirəm, Kimov dedi. Bu dəqiqə hal-hazırda işləyir, hündür. Bax, həmən onunla da məni görüşdürdülər. Orada qayıt dedi ki, mən nazirimizin göstərişindən əmr verilib ki, bura sənə bugündən, dünəndən bəri səni döyüblər. Dedim, yox, döymüblər. Yemək verirlər, mən yeyə bilmirəm. Dedi ki, narahat olma, tapşırıbdır ki, bu adamla işiniz olmasın. Bunu etab edin, çıxsın, geçsin tərtərə. Tərtərdə məhkəmənin şeyinin, gör, mən narkotik çəkənəm. 4-5 dəfə narkoloji dispanser apardılar Bakıda məni. Orada da dedilər ki, bu adam sigaret çəkmir, nəşənardan çəkə bilər. Heç nə, maxıda qayıtaq ki, sən zakazsan, zakazda içəridə oturmalısan. Bax, elə də gətirdilər məni Tərtər məhkəməsinə vəkil tutmuşduq çöldən. Mənim yoldaşım vəkil tutmuşdu çöldən. Vəkili burada məhkəmədə də qayıtdı ki, sən zakazsan, sən oturmalısan. 2 dənə statiya qoydu. Vəkilin adı nə idi?
Vəkilin adı yadımdan çıxıb 234.1, 228.1 ilə axırda heç... Vəkilin sadədə zakazla içəridə yatmalı. İçəridə məhkəmədə dedilər. Məhkəmə zalında dedi ki, bu zakazdır dedi. Bunu biz açıq buraxamaq. O vəkilə qədər vəkil, başqa vəkilin yox idi. O yatırdı orada. Gəlirdi, otururdu kresloda, yatırdı, məni gözün qabağında döyürdülər, öldürürdülər. Axırda sənədlərə qol çəkirdi, çıxırdı, gedir. Bəli, vəkilin gözün qabağında. Yaşlı kişidir, Bakıda bantizmdir. Mən heç bir kağıza qol çəkməmişəm. Məni məcbur edib, yalandan ilan qurmaq edirdim ki, öz xəttimi çəkmirdim. Yəni, səhər şeyə gəlin də, baxsın ki, mənim orada qolum var ya yox. Çünki məni məcbur edib, mən heç nədə qol çəkmirdim. Axırda da gördülər, yalan sözdür. Sonra da gətirdilər, mən şeylədilər, bantizmlə çıxartdılar, bilmirəm, o pitdə idi, nə deyildi. Apardılar ora. Aydın, deməli, Müzəffər, sən Zakir Müdafiə Naziri, bəli, bəli. Bəli, bəli. İşlər Naziri, bəli, bəli. Bəli, bəli, qəbuldadır. Zakir Qaralov. 2 dəfə görüşmüşəm. Hərəsini 2 dəfə görüşmüşəm. 2 dəfə. İkinci səfər dedi, adboy buna dəyməyin. Ondan sonra Allah onun balasını saxlasın. Ondan sonra mənə dəymədilər, məni təzədən apardılar şeyə, 1 ayda nəmada qaldı, gizlətdilər, başım çıxmır. 8 ay mənim evimə xəbərim olmadı. Nə evimdən nə xəbər olmadı, nə mənim evimdən xəbər. Yaxşı, bu Tərtərdəki Tərtər Hərbi Prokurorluğunda... Polkovnik Abdullayev idi mənim döyən. Polkovnik Abdullayev. Bəli, bəli.